O narkotikdən niyə qurtula bilmirlər? İradəsizdirlər deyənə, düzdürmü? Amma iradəli insan bir gündə onu əgər qərar verdisə, onu ata bilər, qurtula bilər. Sən bu kitabları oxumamış, bu quşların dilini, bu ağacların dilini başa düşə bilməzsən. Bəzən qadınlar şikayət edirlər ki, yoldaşım narsistdir, abuzdur, çox pis ailə həyatımız var və yaxud atam anam məni incidir və s. 7-sində nəsənsə, 70-ində də osan. Bu elə belə deyil. Bizi incidən insanlar bizi ailələşməyə aparır. Mən fərd olaraq bu dünyaya bu cür gəlmişəm. Mən özümü Aytən eləyə bilmərəm. Mən özümü başqa bir insan eləyə bilmərəm. İnsan neqativdə yaşayaraq Allahla rabitəni möhkəmləndirə bilməz. Onun otağına icazə girmək olmaz. Yəni demirəm, günümüzü qara eləyib, amma onun gözəl sərhədləri var. Sözün altında hiss yoxdur, o sözün heç bir dəyəri yoxdur. Sən öz övladına danışmadan belə tərbiyə verə bilərsən. Poladova Kəmalə Asif qızı 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 10 nömrəli orta məktəbi bitirmiş. Ali təhsilini Bakı Dövlət Universitetində almışdır. 2018-ci ildən şuuraltı elmlərin tədqiqatı ilə məşğuldur. Hazırda şuuraltı terapist olaraq fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Kəmalə xanım, xoş gördük. Hər vaxtınız xeyir olsun. İnşallah bu verilişimiz də izləyicilərimiz üçün aydınlıq olar, fərqindəlik yaşayanlar. Mənə çox maraqlandırır ki, bəzən mən özüm nə isə düşünürəm, o mənə gəlir. Mən fikirləşirəm, mən düşündüyüm üçün gəlir, yoxsa qismətimdir gəlir. Və qisməti dəyişmək olarmı, olmazmı? Yəqin. O da maraqlıdır. Hə, mən düşünməsəydim, o olardımı? Ona deyim ki, əgər sizin qismətinizdə hər hansı bir vəziyyət varsa, yaradan bizi o qədər gözəl yaradıb ki, biz birinci onu arzuluyuruq. O bizə birinci istək olaraq gəlir. Birinci istək olaraq gəldikdən sonra biz artıq bu yolu və bu arzunu mən əldə eləmək üçün, ona nail olmaq üçün nələr eləməliyəm düşüncəsini biz artıq bunu şuurlu şəkildə otuzdururuq. Amma bir vəziyyət var ki, hər kəsin həyatına gözəl şeylər gəlmir də, düşüncələrinə gözəl. Neqativlər daha çox. Neqativlər daha çoxdur. Ümumiyyətlə ruhun bu dünyaya gəlişinin bir missiyası var ki, ruh bu dünyada təcrübə almaq üçün və ailələşmək üçün gəlib. Müəyyən bir etaplardan keçmək üçün. Hansısa ruh kasıbçılıqla bunu otuzdurur, belə deyim, tam olaraq ruhuna. Kimsə var dövlətlə, kimsə xoşbəxt ailəyə düşərək, kimsə bədbəxt ailəyə düşərək. Yəni insanlar fərqlidir, ruhlar fərqlidir, həyatlar, qismətlər fərqlidir. Amma bir şey var ki, yaradan bizi o qədər gözəl yaradıb ki və o qədər bizə gözəl bir şərait yaradıb ki, sevgi ilə yaradıb ki, bizim aşağı səviyyədə yaşayışımız var və yuxarı səviyyədə bir yaşayışımız var. Amma bunun da bir çərçivəsi var. Bax, bəzən biz deyirik, nəsə istəyirsənsə arzula, sən onu əldə eləyəcəksən, nə bilim, milyonlardır, milyardlardır. Yox, elə deyil. Hər ruhun keçmiş həyatlardan gəldiyi bir vəziyyətlər var, bir karmaları var ki, ona uyğun bizə bu həyat verilir. Ruh bu dünyaya gəlməzdən öncə ona bir fraqman olaraq göstərilir ki, sən bu ailəyə düşəcəksən. Daha doğrusu ruh özü seçir. Hansı ailəyə düşəcək, kimlərlə hansı münasibət yaşayacaq və yəni bolluqda mı olacaq, kasıbçılıqda mı olacaq, onu şuurlu şəkildə seçir ruh. Sadəcə biz bunu xatırlamırıq. Deməli, bir belə deyim, elə bil bütün həyatımız gözümüzün qabağında gətirilir ki, sən bəs keçmiş həyatlarına əsasən, orada elədiyin düz və yanlışlara əsasən sənə indi hal-hazırda bu həyat təqdim olunur və sən bu ailəyə düşməlisən. Niyə bu ailəyə düşməlisən? Çünki oradan gələn genetik kodlar, ata-anadan gələn genetik kodlar, nəsildən gələn genetik kodlar sənin fərqindəliyini artırmaq üçün ən uyğun mühitdir. Bəzən qadınlar şikayət edirlər ki, yoldaşım narsistdir, abuzdur, çox pis ailə həyatımız var və yaxud atam anam məni incidir və s.
Bunun mən psixologiyanı ümumiyyətlə biz bu gün qoyuruq bir kənara, çünki psixologiya haqqında çox danışmışıq. Mən bunu ruhsal olaraq izah eləmək istəyirəm ki, biz bu planetə gəlməzdən öncə ruh eşi deyilən bir anlayış var. Hər kəs elə bilir ki, ruh eşi bizim sadəcə həyat yoldaşımız və yaxud da sevdiyimiz insan ola bilər. Mən sizə deyim ki, ruh eşi həyatda bizi ən çox incidən insan belə ola bilər. Bəli, bu nə deməkdir? Əgər sizin yoldaşınız abuzdursa, narsistdirsə, sizə şiddət göstərirsə, xəyanət eləyirsə, alçaldırsa, egovuzu oynadırsa, şəxsi sərhədlərinizi qorumursa, deməli sizin bu həyata gəlməyinizdə məqsəd bəlkə də özünüzü tanımaq, özünüzə dəyər vermək. Yəni sən bu təcrübəni almalısan bu həyatda və göydə də onunla danışmısan ki, çünki bizim bir 10-15 təxmini deyək, 10-15 dənə ruhlarımız olur ki, yəni ona biz ruh əkizləri deyirik ki, mən gedəcəm bu ailəyə, sən mənə bu cür yanaşarsan, bəli, sən mənə bu cür yanaşarsan, sən mənə məsəl üçün şiddət göstərərsən, sən mənə xəyanət göstərərsən və hamısı da sevgi içərisində olur ki, bu ruhun qalxması üçün. Bəli. Bu biraz çox qəribə səslənir, amma burada əsas məqsəd qəbuldur. Nə qədər ki insan üsyana gedir, nə qədər ki yaşadığı vəziyyəti qəbul eləmir, fikir versiniz, insanlar o vəziyyətdən çıxmır heç. Çıxa bilmirlər, bəli. Yəni nə qədər ki şikayət eləyəcək, nə qədər ki narazı olacaq, o vəziyyətin daha da dibin yaşayacaq. Çünki sənin ruhun bir dənə missiyası var ki, aliləşmək, yaşadığın vəziyyəti olduğu kimi qəbul etmək. Qəbul etmək şuurlu şəkildə, qəbul etdikdən sonra artıq digər kanallar sənə açılır. Və bəzən dediyimiz vəziyyət bizim 90-95% olan bir vəziyyətdir ki, bizi incidən insanlar bizi aliləşməyə aparır. Dərk eləmirik də Kəmalə xanım, bizi incitmək istəyən insanlar, biz istəyirik tez onlardan qurtulaq. Biz onlardan qurtulmaq istəyirik, biz onların cəza almasını istəyirik, biz onlar istəyirik, onlar incinsinlər, mən nə çəkmişəmsə o da çəksin. Mən də belə dedim ona. Bəs bu cür düşünərək biz nə qazanırıq? Nə qədər gedə bilirik qabağa? Gedə bilmirik, düzdürmü? Dirənirik bir yerdə. Yəni iş həyatımızda, nə ailə həyatımızda, uşaqlarımız da bizə eyni eyni münasibəti göstərir. Hətta mən sizə deyim ki, ana ilə olan bağımız bizim ən güclü karmik bağımızdır. Bəzən ana özü də bilmədən niyə öz uşağına qarşı aqressiv və yaxud da nifrət içində ola bilir. Və yaxud da övlad öz anasına qarşı qıcıq ola bilir. Deyir, mən anama qıcığam. Başa düşdüyü travmalar var, başa düşdüyü uşaqlıqdan gələn vəziyyətlər var, amma bunlar yəni bəzən o dərəcədə təsir eləmir. Sən qıcığın hardan gəldiyini bilmirsən. Kökünü bilmirsən. Bu nədir? Bu keçmiş həyatlardan gəlir. Keçmiş həyatlardan ola bilsin ki, sən anava o qədər məsəl üçün işgəncə vermisən ki, o qədər incitmisən ki, o bu həyatda sənə ən böyük karmik bağ olaraq gəlib, səni bu dünyaya gətirib ki, eynilə o yaşadığını sənə hal-hazırda yaşadır. Şuurlu şəkildə deyil. Çox qəribədir. İnsan özü, bəzən kiməsə qıcıq oluruq. Məsəl üçün, başa düşmürsən niyə? Dünən marketdə idim. Hər zaman biz korzinka çox yığırsan da veş-veş. Yanımda məsəl üçün kimsə bir dənə su ilə, bir dənə çörəklə dayandanda adətən biz yol veririk də. Düzdürmü? Deyirsən keç qabağa. Bu xanım mənə dedi ki, olar mən keçim qabağa? Dedim, yox. Yəni üzümü də çevirdim və mən başa düşdüm ki, mən onu qabağa salmaq istəmirəm. Baxmayaraq ki, məndə həddindən çoxdur və o məni 15 dəqiqə deyinə gözlədi və mən rahatçılıqla çıxdım oradan. Bu nədir? Bu keçmiş həyatdan gəlir. Keçmiş həyatda o mənə hansısa bir vəziyyəti yaşadıb və o vəziyyətə uyğun da indi geri dönüşünü məndən alır. Bu harda olmasından asılı olmayaraq çıxır mütəmadi qarşımıza. Fərqi yoxdur. Bizim ürəyimiz açıq olmalıdır. Baxın, hətta mən sizə deyim ki, mənim yoldaşım keçmiş həyatında mənim atamın oğlu olub. Bəli, bunu keçmiş həyatında biz araşdırsaq, o vəziyyət olub. Ona görə indi məsəl üçün aralarında sıxıntı yoxdur əlbəttə ki, şükür Allah, hər şey yaxşıdır. Amma bir də görsənsə nəsə, yəni hava sərinliyi. Nəsə belə nütodur. Yəni bu oradan gəlir. Sual yaranır da, niyə bu insanın bundan nəsə sözü deyirlər Kəmalə xanım, gözüm onu götürmür. Gözüm onu görməsin. İstəmirəm. Yəni bu artıq yenə deyirəm, bu oradan gəlir. Deməli necədir? Biz bu planetə göndərildik və bizə müəyyən bir kodlar
önərilir. Yəni kodlarla doğuluruq. Nəsildən gələn koddur, ata-anadan gələn koddur. Xasiyyət isə belə bir deyim var ki, 7-sində nəsənsə, 70-ində də osan. Bu elə belə deyil. Xasiyyət bizə artıq ana bətninə düşdüyümüz zaman 5 həftəliyində bizə verilir. Biz o xasiyyətlə bu dünyaya gəlirik. Nə qədər dəyişsən də o xasiyyət dəyişmir. Və ruhun bədənlə birləşməsi bizim onurğamızdandır. Onurğamızdan və sinir sistemimizdən. Niyə görə sinir sisteminizdən? Axı biz əsəbləşəndə nə edirik? Müəyyən bir emosiyalar yaşayırıq, düzdürmü? Mən məsəl üçün ağlıma bir neqativ fikir gəlir. Mən başlayıram o neqativ fikir nəticəsində əsəbləşməyə. Əsəbləşirəm, nə edirəm? Ruhumu incidirəm. Və yaxud da mən nəsə yaxşı bir şey yaşayıramsa, yenə də onu emosional olaraq yaşayıram. Düzdürmü? Birinci təsəvvür edirəm ki, mən yayda gedəcəm, xaricə gedəcəm, istirahət eləyəcəm və onun sevincini mən artıq indi yaşayıram. Mənim ruhum qidalanır. Yəni ruh oradan belə deyim, bədənə birləşir. Və deməli bizim xasiyyətimiz verilir. Xasiyyətimiz də nəyə uyğun bizə verilir? Bizim öncədən çizilən bir həyatımız var. Qismət dediyimiz. Qismət. Biz hər şeyi dəyişə bilmirik. Bizim öncədən çizilən bir həyatımız var. Əgər mən kəmali olaraq fərqində deyiləmsə, mən öz həyatımı gedirəm. Mən öz həyatımı yaşayıram, öz xasiyyətimə uyğun. Hardasa kiməsə yumşaqlıq eləyirəm, hardasa kiməsə acıqlıq eləyirəm. Bu mənim xasiyyətimdir. Kimsə gəlir mənim başımda oturur, loru dildə desə, məndən istifadə eləyir. Deməli, mən şəxsi sərhədlərimi qura bilmirəm. Yəni burada mən şəxsi sərhədləri öyrənməliyəm. Və yaxud da mən fərqində oluram. Fərqindəlik nə deməkdir? Mən artıq özümə hər zaman deyirəm, sual verirəm ki, mən kiməm? Mən axı bu dünyaya xoşbəxt olmaq üçün gəlmişəm. Mən başlayıram həyatımı dəyişməyə. Gedirəm, nəsə öyrənirəm, gedirəm bu psixoloqa, gedirəm o koça, gedirəm kitab oxuyuram, YouTube-a baxıram, öyrənirəm, podkastlara baxıram. Mənə gəlir nələrsə oturmağa başlayır. Amma o oturan vəziyyətlərdə mənə öncədən yazılan vəziyyətlərdir. Yəni siz podkasta baxsaz da, siz nə götürməlisinizsə onu götürürsüz. Hansı ki sizdə var. Sizdə var, amma sizə yazılmayanı siz götürmürsünüz. Sizin həyatınız bir çərçivədir. Eşidə biləcəyiniz qədərini eşidirsiniz də. Bəli. İcazə nə qədər ki var, sən onu eşidirsən. Bəzən elə bir informasiya var ki, mən onu məsələn bir pasiyenta deyirəm, o bir pasiyenta demirəm. Çünki ona icazə yoxdur, bağlıdır. Mən onu da desəm də onu qəbul eləməyəcək və yaxud da ona pis təsir eləyə biləcək. Və yaxud da mən məsəl üçün əvvəl özgüvənsiz idim, şəxsi sərhədlərim yox idi. Telefonla belə mən məsəl üçün özümə restorandan sifariş verə bilmirdim. O qədər özgüvənsiz idim. Mən nə etdim? Ya mən bu həyatımı bu cür davam etdirəcəydim və mən həyatımın sonunda əlbəttə ki bunun peşmançılığını yaşayacaqdım. Və yaxud da mən nə etdim? Mən dedim mən bu həyatı istəmirəm. Mən dəyişmək istəyirəm, amma mən nə qədər də dəyişsəm, mənim bünövrə olan o xasiyyətim, yumşaqlığım, bəzən hardasa o şəxsi sərhədlərimin aşmasına icazə verməm, o qalır. Biz onu nə qədər işləsək də, insan olaraq o mənim artıq ruhumun yapısıdır, mayasıdır. Özü, özəyi. Budur, bu mənəm artıq. Bu mən fərd olaraq bu dünyaya bu cür gəlmişəm. Mən özümü Aytən eləyə bilmərəm. Mən özümü başqa bir insan eləyə bilmərəm. Və bir nöqtəyə qədər gəlirsən. Yenə də dəyişirsən. Tam karmadan çıxmaq üçün o artıq o artıq birbaşa yaradanla bütün olmaq deməkdir. Yəni bunu da hər adam hal-hazırda, yəni bunu tam karmadan, onda tam qismətdən deyirik. Tam qismətdən çıxırsan. Bütün həyatı artıq özünü idarə eləyirsən. Onda biz qisməti dəyişə bilirik. Qismətimizi bizə öncədən yazılmış bir neçə variantı var. Bizim qismətimizin bax bu yolla gedəcəksən və bunu eləyəcəksən. Bu cür insanlar sənin qabağına çıxacaq ki, mən öncədən demişdim ki, ruh eşqçiləri var, düzdürmü? İndi sual yaranır da. Axı onlar məni bu dünyada incitmək üçün, əzab vermək üçün gəliblərsə, bəs mən özümü dəyişəndə onlarla nə baş verir, düzdürmü? Onlar da başlayır dəyişməyə. Onlar da qismət çərçivəsində başlayır dəyişməyə. Sənin keçmiş həyatlarından aldığın təcrübələr ki var. Məsəl üçün 50 həyat yaşamısansa, 51-cidə sən istəyirsən ki, mən məsəl üçün bu həyatda, keçmiş həyatlarda nələrsə eləmişəm. Mən indi bu həyatda var-dövlətə artıq layiqəm. Mən bunu hiss eləyirəm. Mən var-dövlət
olan bir ailədə doğuluram. Orada yaşayıram, problemsiz bir həyat yaşayıram, xoşbəxt bir həyat yaşayıram. Bu əladır, superdir. Amma mən əgər bundan öncə 20-30 həyat yaşamışamsa, çox da yaxşı bir yaşamamışamsa və mən bu həyatda nələrinsə oradan qalmış dərslərim var. Mən bu həyatda bunu bitirməliyəm ki, mən boyutumu atlayım. Burada mənim bəlkə güləcəksiniz amma bir kitab, bir kinodan fraqment yadıma düşdü. Bir qalan sirrində. Elşən kitabları oxumamış, istəyir ki, kəməri belinə bağlansın. Orada ona müəllim deyir ki, sən bu kitabları oxumamış, bu quşların dilini, bu ağacların dilini başa düşə bilməzsən. Əslində mən bunu buna bənzədirəm. Sanki bizim ruhumuz böyüməmiş, Bəli. biz istədiyimiz yerə gəlib çata bilmirik. Deməli, bilirsiniz necədir? İnsan bu həyata yalnız yemək, içmək, nə bilim, gülüb danışmaq, Artıq dünyaya övlad gətirmək. övlad gətirmək, yemək bişirmək üçün gəlməyib. Biz özümüzü hər zaman qısıtlayırıq. Hər zaman biz özümüzü heç nə sayırıq. Amma əslində bizim hər birimizin çox gözəl bir xüsusiyyətləri var, bacarıqları var. Hətta bu doğuşdan gələn bacarıqlardır. Məsələn, öz övladlarınıza baxsaz, özünüzə baxsaz, görəcəksiniz ki, sizdə olan bacarıq, qabiliyyət, məsələn, məndə yoxdur. Məndə olan bacarıq sizdə yoxdur. Amma çoxumuz bunun fərqində deyilik. Çünki niyə? Biz artıq doğulanda keçmiş həyatlarımızı unuduruq. Bu niyə bizə bağlanır? Mən hər zaman deyirəm, reqressiyaya girməyə lazım deyil. Bu keçmiş həyatların analizidir. Lazım deyil. Çünki sən orada nə isə xatırlayacaqsan ki, sənin orada ailən olub, uşaqların olub və sən başlayacaqsan onlar üçün darıxmağa. Ki Hindistanda belə bir hadisə olmuşdu. Orada bir uşaq öz həyatını xatırlamışdı. Demişdi ki, mən həkim olmuşam, mənim ailəm olub. Gedib tapmışdılar onun ailəsini. Yəni orada üzləşmə olmuşdu və həmin o uşaq çox özünü pis hiss elirdi. Çünki keçmiş həyatı üçün darıxırdı. Yəni o vəziyyətlərə girmək lazım deyil. Ruhun bir dənə işi var ki, aliləşsin, təkmilləşsin, özünü inkişaf elətdirsin. Əgər biz keçmişdə ilişib qalsaq, ki mən keçmişdə kim olmuşam və hər kəs özünü nədənsə keçmişdə şahzadə olaraq təsəvvür eləyir. Biz keçmişdə adam da öldürə bilərik, biz keçmişdə kimisə haqqına da girə bilərik, biz keçmişdə çox böyük bir qəddar bir insan da ola bilərik. Yəni bilmirik bunu. Heç bunu açmaq Keçmək də lazım deyil. Lazım da Bu deyil. dəqiqə burada sən bunu həll elə. Amma bir vəziyyət var ki, 14 yaşına qədər uşaqlar əgər tez həyatdan köçürlərsə, o birbaşa keçmişin karmasıdır. Keçmişdə hansısa böyük bir yanlış olub eləyiblər və ona görə də artıq 14 yaşına qədər çatmırlar. Amma 14 yaşından sonra artıq insan şuurlu şəkildə hər şeyi dərk eləməyə başlayır deyənə ona icazə verilir ki, öz qismətini dəyişsin. Amma 14 yaşına qədər köçdüsə ona artıq icazə də bağlanır. Bu onun axırıncı həyatı olur, yoxsa yenidən? Yox, onu biz bilə bilmirik. Onu biz bilə bilmirik. Hətta elə uşaqlar var ki, bəzən deyirlər ki, uşaq məsəl üçün 1 aylıq, 2 aylıq rəhmətə getdisə, onun artıq karması bitdi, reinkarnasiyası bitdi. Yox. Onun keçmiş həyatdan bir qalğı var idi ki, o bu həyata və yaxud ana bətnində doğulmamış bu təcrübəni almalı idi ki, ondan sonra yenidən bu dünyaya gəlsin, daha böyük bir boyut atlatsın. Kəmal xanım, bəs onda tamamlanmamış ruhlar olur? Hansı ki intihar etmiş ruhlardır? Bəli, intihar etmiş ruhlar və yaxud da qəfil rəhmətə getmiş ruhlar var ki, bu siz bir də nə ilə əlaqəli olar? Mən hər zaman aşağı titreşimdən danışıram. Bəzən bizə olunan o neqativlər bizim enerjimizi həddindən artıq ala bilərlər ki, bizi intihara sürükləyə bilərlər. Fikir vermisiniz yox? Kimsə bizə neqativ eləyəndə, kimsə bizə pislik eləyəndə, ailəmizə pislik eləyəndə, nəsə bir əməl falan eləyəndə insan özünü öldürmək istəyir. Sui-qəsd fikirləşir. Belə insanlarla görmüsünüz də, mən çünki işləmişəm o cür insanlarla. Deyir ki, mən özümü öldürmək istəyirəm, mən yaşamaq istəmirəm. Niyə yaşamaq istəmir? Çünki enerjisi alınır, ruhun artıq tükənir. Ruh artıq bizə yazılan bir qədər var, ölüm qədəri. Onu dəyişmək üçün hələm-hələm hər ruhun gücü çatmır. O intiharın da gəldiyi vaxt, o ruhun artıq ölməyi seçməyi vaxtdır. O ruh artıq seçir ki, mən falan vaxtı bu dünyadan köçəcəm, mən onu dözə bilmirəm. Bitdi. Saxlayır, onunla da bütün proqramları dayanır və insan intihar eləyir. Bu da onun təcrübəsidir. Və o yenidən, bəli, o bir də bu dünyaya gələ bilər, başqa bir təcrübə ilə yaşaya bilər.
Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Mən öldüm, ruhum nə olacaq? Aha. Bir nüansa toxunmaq istəyirəm. Baxın, bəzən deyirlər ki də bizim dırnağımızda lak var, nə bilim saçımı boyadım, nə bilim belə elədim, belə mənim dualarım falan qəbul olmayacaq. Bu cür yanaşmaq lazım deyil. Allaha bizim ruhumuz lazımdır. Sənin boyalı dırnağın, yəni sənin Allahla olan rabitəvə əngəl deyil. Ona sənin ruhun, daxilin lazımdır. Və biz bu dünyadan köçəndə bizim bədənimiz qalır burdadır, düzdürmü? Qalır torpağın altında çürüyür və gedir yəni. Bizim ruhumuz qalxır. Ruh əgər çox bağlıdırsa yaxınlarına, çünki ölümdən sonra biz xatırlayırıq onları. 10 gün ərzində niyə güzgüləri bağlayırlar və yaxud da evdə bir də görürsüz ki, pişik görürsüz, quş görürsüz, gəlir. Deməli, həmin ruh artıq necəsə qayıtmaq istəyir. Və qayıda bilmir və yaxınlıqda məsəl üçün quşun belə lordu deyir də bədəninə girib, yəni həmin evə gələ bilər və yaxud da sənin gözünə baxa bilər. Hətta sən o pişiyin və yaxud da adətən pişiklə və yaxud da quşla olur. Onun gözünün içinə baxanda deyirsən ki, "Amma kimisə xatırlayır, elə bil odur. Elə bir rəhmətə gedən insandır." Əslində yəni lap dərinə getsə onun ruhu da ola bilər. Və daha sonra o 7 gündən, 10 gündən sonra görəcəksiniz ki, nə o pişik var, nə o quş var. Hamısı getdi. Çünki karma artıq aktivləşdi və o ruhun bu planetdə, yəni yeri olmur. O qalxır. Onun müəyyən bir qüvvələr qalxır, qaldırır və qoymur ki, bu dünyada qalıb əziyyət çəksin və artıq ruh da öz evinə qayıdandan sonra ki Öz evinə dediyiniz, yəni bu yaradan yanı. Yaradan yanı yüksək mən. Yüksək mən nədir? Yüksək mən bizim atmanımızdır. Bu nə deməkdir? Bizim ruhumuz birbaşa tam olaraq bu planetə göndərilmir. Ruhumuzun bir parçacığı bura göndərilir. Hətta bir atmanla bir neçə ruhumuzun parçacıqları fərqli-fərqli insanlara göndərilə bilər. Bəzən kimisə görsən, nə deyirsən, ayda, ürəyim buna o qədər doğmadır. Necə doğmadır, necə yaxın insandır. O ruhumuzun bir parçası ondadır deyənə. Yəni bu çox əslində Çox dərin, bəli, dərin mövzudur. Bir də dejavu deyilən bir şey var. Dejavu nədir? Bizə öncədən təyin olunmuş bir həyat var, düzdürmü? Biz onu yaşayırıq. Və bəzən elə bir hadisədir, deyirsən mən bunu hardasa yaşamışam, amma başa düşürsən ki, burada deyildi. Yəni mən indiyə qədər bu yerə gəlməmişəm, bu insanla oturub durmamışam, amma çox yaxın. Yəni təkrar, bax bu artıq siqnaldır ki, sən həyatını tam da təyin olunmuş kimi gedirsən. Yəni düz yoldasan. Düz yoldasan. Yəni sənə təyin olunub, çünki sənə fraqman göstərilmişdi axı bu həyatın fraqmanı. Ona görə bəli, oradan xatırlatma. Mən həmişə nəsə bu fraqman deyiləndə çox kiçik yaşımda böyük bir sujet lenti həmişə mənim yadımdadır. Heç cür, amma tam yadımda deyil, amma qismən də yadımdadır. O həmişə gəlir mənim gözümün qabağında lap kiçik yaşımdan. Bir də mənə sizlə maraqlıdır, Kəmal xanım. Baxın, bir adam deyirlər ki, misal üçün, qorxdunsa deyirlər su iç və yaxud da deyirlər bismillah de. Tez onun üçün dua oxuyurlar. Yəni tez nəsə istəyirsənsə, misal üçün deyim ki, qorunmaq istəyirsənsə özünü magiyadan, mistikadan deyirlər ki, nas fələk, tez-tez nas fələk oxu. Belə baxsaq, əslində onlar bir sözdür. Biz onları oxumaqla o sözə inanırıq. Yəni o prosedur necə baş verir ki, baxsan 6-8 hecalıq söz, cümləlik söz, amma bizim həyatımıza təsir edir. Bu qədər energetikası. Necə oldu bu? Bəzən insanlar deyir ki, onlar öz sözümüzlə, öz dilimizlə yaradandan nəsə istəyək. Əlbəttə ki, deyirik, bəli, yəni yox demək olmaz. Amma burada nədir məsələ? Siz o duaları oxuyanda, o duaların gücü var da. Yəni onlar 1000 il, 2000 il öncə yazılan dualardır və təsəvvür eləyin ki, indiyə qədər onları milyardlarla insan oxuyub və Allahdan nələrsə istəyib. Və onu o qədər enerji ilə oxuyublar, o qədər inamla oxuyublar ki, o artıq o duaların hər hərfinə o enerji hopub deyək.
Və sən artıq hazır o enerjini oxuyursan və ona görə o daha tez eşidilir və daha tez çatır. Və duaları sadəcə söz kimi, söz baza belə deyim də, söz bazasıdır. Cümlələr Oxuyum, kimi. cümlələr kimi, hecalar kimi oxuyum deyil. Yəni oxudum bir dənə, mənim orada işim var, gedim o işi görüm, yanaşması ilə lazım deyil oxumaq. Siz əgər o duanı oxuyursa bütün işlərinizi saxlayırsınız və ona inam yüklüyürsüz. O inam ona yükləyəndən sonra ümid yüklüyürsüz, inam yüklüyürsüz. O artıq başlayır çözülməyə. Fikir versiya yox, insanlar birinci duaları yemək bişirərkən, küçədə gedərkən, telefonla danışarkən, iş görərkən o cür oxuyurlar. Sonra yenə də onun təsiri olur. İnsanın düşüncəsinə təsir edir, energetikasına təsir edir. Amma sonra deyir ki, mən artıq iş görə-görə o duanı oxuya bilmirəm. Mən istəyirəm sakit bir yer olsun, mən onu hiss eləyim. Və artıq onu tam olaraq hiss eləyəndə və bir nöqtəyə çatırsınız ki, məsəl üçün axşam deyirsən ki, mən bunu istəyirəm və yaxud da onu istəyirəm və həyata keçir. Bu kanal bu bir trubadır da, bir boru kimi təsəvvür edin. Tunel kimi. Tunel, boru. Boru. Biri var sənin nazik borun var. İndiyə kimi heç nə oxumamısan, sən indiyə kimi özünü inkişaf elətdirməmisən. Yaradanla heç bir bağlantın yoxdur. Taç çakran bağlıdır. Oturmusan anca həyatı problemlərini çözürsən. Sənin ruh olduğun və ali varlıq olduğun fərqində deyilsən. Ya da ki sən artıq öz üzərində başlayırsan və boruvu böyəldirsən, bir enlədirsən və artıq sənin etdiyin dualar belə, sözlərin belə duaya bərabər olur. Sən çünki artıq energetik olaraq öz həddindən artıq qaldırmısan və artıq sənin etdiyin arzular, istəklər, ürəkdən gələn, sənin qismətində icazəsi olan arzular və artıq tez bir zamanda həyata keçir. Baxın, burada deyirsiniz ki, Kəmalə xanım, sən bir deyim ki, Allahla rabitəni belə deyim də, Lori dedisi möhkəmləndirirsən, ondan sonra olur. Yaxşı. Hər kəs bunu fərqli cür başa düşür də. Amma Allahla rabitəni necə möhkəmləndirmək lazımdır. Yəni özəyi hardan başlasın ki, bu bilsin ki, pəməvşo, budur, mən bunu eləyirəm. İnsan neqativdə yaşayaraq Allahla rabitəni möhkəmləndirə bilməz. Birincisi, ora çatmaq üçün. İnsan ailə daxili və öz içində olan problemlərin çözümü ilə məşğul olmalıdır. Buna biraz açıqlama gətirin. Ailə daxili deyəndə ki, ata evində, xanımdırsa ata evində, bəydirsə öz evlərində. Yox, elə ailə qurmamış. Yox. Bax indi hal-hazırda insanda yaşayır. Problemi var. Nədir onun problemi? Ən böyük problemi nədir? Ata-anadırmı? Ata-anası ilə, ailədirmi? Ailəsi ilə, övladı, maddiyyatdırmı? Maddiyatı ilə. Çünki sən bu vəziyyətdə başlasan, mən yaradana bağlanıram, mən dualar eləyirəm, mən meditasiya eləyəcəm, səni evdəki sənin enerjini alan insanlar səni yeyərlər. Bəli. Çünki sən başlayacaqsan onları qıcıqlandırmağa, sən elə onlarla məsələni çözməmişsən, onlar səndən diqqət istəyəcəklər, sənin enerjindən faydalanmaq istəyəcəklər. İnsan birinci psixoloji olaraq onlarla məsələni çözməlidir. Və ən əsası da bu videoya baxıb və onların sənin ali varlıq olduqlarını və sənin həyatında elə belə olmadıqlarını yəni elə belə deyirlər sənin həyatında. Bunun fərqinə vararaq ki, məsəl üçün bizlə artıq kurslarımızı keçən insanlar deyir ki, mən başa düşürəm ki, mənim həyatımı məhv edən insan əslində elə də pis insan deyilmiş. Yəni mənə bunu öyrədirmiş. Artıq insana bu anlayış gələndən sonra sən deyirsən ki, nə gözəl. Sağ olsun o insan ki, məni yaradana bağladı. Onda deməli bəyənmədiyi adam da ona necə deyim onu bir saniyə. Sevmədiyi adam da sevmir də, yəni bu adam bunu görübdür və bundan işləyirdim, evindədir, anasıdır, nəyəsə. Sevmədiyi adamda xüsusi özəlliklər, hansı özəlliklər ki, bunu özünə qaytarıb, onu görəndə, ona təşəkkür edəndə. Bəli. Amma onu sevmək məcburiyyətində də deyil. Yəni sənə, əgər sənin anan, atan pis rəftar eləyiblərsə, sən bu saat bu videodan sonra onları gedib qucaqlayıb və mən sizi sevirəm, mən sizi qəbul edirəm demək məcburiyyətində deyilsən. Sən onları yenə də sevməyə bilərsən. Onda biz kimi sevməliyik? Sevmək lazım deyil, siz onları qəbul eləməlisiniz. Budur. Nə üçünsə mənim həyatıma gəliblər. Allahın bir bildiyi var ki, məni o ananın bətninə göndərib, Gətirib də. Bir bildiyi var imiş. Mən bilmirəm nə.
Siz indi cavabını İndi tapmaya bilərsiniz. sorğulamayın indi nədir? Nədirsə. Amma mən ona mən yaradana güvənirəm. Hə. Mən onları qoyuram bir kənara. Mən onları olduğu kimi qəbul edirəm və onların da yaradan tərəfindən mənə göndərildiyini qəbul edirəm. Ondan sonra mənim artıq digər qapılarım açılmağa başlayır. Ətrafımızda olan hər kəsi sözdə yox, əməldə qəbul etdikdən sonra qapılar açılır bizə. Qəbul boş əgər bir sözün emosional olaraq gücü yoxdursa, o sözün heç bir dəyəri yoxdur. Məsəl üçün bəzən deyirlər, ay o sözə fikir ver, bu neqativi demə, bu pozitivi demə. Yox, insan neqativ də deyə bilər, pozitiv də deyə bilər. Əgər bunun kökündə emosiya yoxdursa, onun heç bir təsiri olmayacaq. O sadəcə havada bir müddət fırlanacaq, sonra çıxıb gedəcək o söz. Amma sən əgər hər hansı bir sözü, bir nə bilim, adi bir sözdür. Məsəl üçün səni görüm xoşbəxt olasan. Əgər bunun altında heç bir hiss yoxdursa, o sənə gəlib təsir eləməyəcək. Amma əgər onun içində elə bir emosiya varsa, məsəl üçün bizim bir tanışımız var idi, bir uzaq tanışımız idi, da deməyəcəm kimdir. Onların 10 ildə, 15 ildə uşaqları olmurdu və onlar bizim ailəyə çox böyük bir yaxşılıq eləmişdilər və anam həddindən artıq ürəkdən onlara demişdi ki, gələn il bu vaxtda sizin övladınız olsun. Yəni 10-15 ildə uşaq yoxdur. İnanın ki, gələn il onların uşaqları dünyaya gətirdi. Bir qız övladı dünyaya gəldi. Bəli. Onun altında elə bir emosiya var idi ki, o yəni ötürülür həmin insana. Bu hal əslində məndə də olur. Sual axtarırdım buna. Yaxşı cavab verdiniz. Mən bayaq ki, ruh mövzusuna qayıtmaq istəyirəm. Baxın, ruh görünməyən bir cisimdir. Yəni belə gəlir, bədənə girir və bir sima alır da, belə desəm. Bəs ruh özündən gələndə nə gətirir? Xəstəlik gətirir, şəfa gətirir, dərman gətirir. Ruh bədəni özü seçir. Məsəl üçün bizim bu bədənimiz ki var, ruha bir neçə bədən göstərilir. 2-3 növ bədən göstərilir ki, hansını seçmək istəyirsənsə seç. Sən bu bədəni özün seçirsən. Genetik kodlar isə dediyiniz o həmin bədəndə karmaya görə artıq yeridilən vəziyyətlərdir. DNK nəticəsində yeridilən vəziyyətlərdir. Xəstəlik olsun, xasiyyəti olsun, düşüncəsi olsun, ana-atadan gələn travmalar olsun. Bəzən bir də görsən özümüzü elə aparırıq. Sizə valideyniniz deyəcək ki, sən mənim məsəl üçün sən hələ doğulmamışdın. Sənin bir nənən var idi, ulu nənən. Sən ona oxşayırsan. Hə, elə deyirlər də zaten. Sən necə olur ona oxşayırsan? Sənin artıq bu bədən və ata-anadan DNK keçir. Bu artıq sənin hüceyrələrindir. Hüceyrələrində var. Amma xasiyyət dediyim kimi ruha artıq bu ana bətninə düşəndə və 5 həftəliyində artıq verilir. O artıq sənindir. DNK və kodlar ətrafında. Onları sən qazanmısan. Çünki sənin bu dünyada keçəcəyin bir karmik vəziyyətlər var. O artıq səndə var. Amma xasiyyət isə sənin bu bütün bu vəziyyətlərdə negativ olsun, pozitiv olsun, yaşadığın bir həyat yolunda apardığın bir yükdür deyək. Yəni yaxşı mənada. Məsəl üçün mənim saçımın tez ağarmağı, o mənim karmamdır. Mənim bədənimin tünd olması, bu mənim keçmişdən gələn karmamdır. Niyə? Bu mənim əkizlərim. Biri ağdır, biri qaradır. Bu onun karmasıdır ki, bu qara olub, bu da onun karmasıdır ki, bu ağ olub. Və əkizlərin birində damağında puzurok var. Belə fırlanır, belə heç cürə də onu həkimə aparmışıq deyib saxlamır. Bütün günü ağzından su axır onun. O ondan doğulub. O birisində damağında heç nə yoxdur. O ondan doğulub. O onun keçmişdən gələn karmasıdır. Gətirib bu həyata. O keçmişdə nə eləyib? Ya torpağa hörmətsizlik eləyib, ya suya hörmətsizlik eləyib. Bunlar da çox önəmli. Ya oda hörmətsizlik eləyib deyənə ona cəza olaraq, bəli, cəza olaraq artıq ana bətnində ona o damaq problemi verilib. Onda misal üçün avdəçilik, kumarbazlıq, misal üçün o xasiyyətdir, karmadır, o nədir? O koddur. Deməli, yenə də bu çox geniş məlumatdır. Bundan danış, hər tərəfli adam istəyir izah eləsin. Deməli, yenə də gəlirik bizim bu həyatda bir təcrübəmiz var. Bu təcrübə əsasən mənə kodlar verilir. Mənə artıq genetik kodlar yazılır. Bəli, bu artıq məndə var. Gözümün rəngi kimi. Bəli, bu artıq məndə var. Bu insanda alkoqolik
alkoqola, narkotika, qumara bir kod yazılıb. Var artıq bunun içində bu. Və bu insan özünü fərqində olaraq dəyişmədiyi sürəcə həyat onu gətirəcək bu kodların təsdiqinə. Həyat onu işdən çıxardacaq, nə yaxını rəhmətə gedəcək, pulsuzluqla sınayacaq və axırda gələcək bu kodu təsdiqləyəcək, içəcək. Narkotik qəbul edəcək, qumar oynayacaq. Bildiniz necə? Bu artıq onda var çünki. İnsan var depressiyaya düşür. İnsan var nə bilim, pulları yox Başlayır eləyir. çox yeməyə. İnsan var oğurluq eləyir. Bu artıq onun genetikasında, kodunda var, yapısında var, ruhunun yapısında var ki, sən bunu düzəltməsən, sən bu təcrübəni alacaqsan burdan. Bu da təcrübədir. Buna negativ yanaşmaq lazım deyil. Bəli, bu pisdir, biz bunu dəstəkləmirik falan. Bu ayrı məsələdir. Amma bu var, bu belədir. Həyat səni gətirəcək sınaqlarla, gətirəcək, sən başlayacaqsan içməyə, narkotik qəbul edib, deyəcəksən mənim həyatıma bax. Və həqiqətən də başa düşəcəksən ki, bu həyat elə bir həyatdır ki, orada içməsən sən dəli olarsan. Narkotik qəbul eləməsən sən dəli olarsan. Amma bizə yenə də şans verilir. İnsana şuur nə üçün verilib? Beyin nə üçün verilib ki, Allah bizi o qədər çox sevir ki, deyir mən sənə bu var, bu sənin keçmiş həyatlarının nəticəsidir. Amma mən sənə şans verirəm ki, sən oradan qalxasan. Sən başlayırsan, deyirsən ki, yox, mən istəmirəm. Həyatım belədir, narkotik qəbul etdim, qumar oynadım, içki içdim, mən bu həyatı istəmirəm. Mən oğru oldum, insan öldürdüm, türmədə yatdım, mən istəmirəm bunu. Mən yaxşı həyat yaşamaq istəyirəm. Başlayırsan öz üzərində dəyişməyə. Öz üzərində dəyişdikcə sənin ruhun artıq müsbət tərəf yaşayışına doğru gedirsən. O da çərçivəsi var onun. Bir yerə qədər. Bildiniz necə? Sən tam hər şeyi aşıb gedə bilmirsən. Əvvəl elə bilirdi, hə, olur. Əvvəl elə bilirdi biz dağlar, təpələr aşacaq falan. Yox. Gəlirsən 7 ildə öyrənirik bu sahəni. Yenə də bir çərçivənin içindəsənsə. Bura mənfidir, bura müsbətdir. Burada məsəl üçün sənin o neqativlərində sən dəyişirsən bir yerə qədər. Tam. Bilirsiniz necə? Başa düşdüm. Mən başa düşdüm. Əslində çox dərin mövzudur. Həqiqətən bir hadisə mənim hətta yadıma düşdü. Bir-iki hadisə mənim yadıma düşdü. Veriliş gedə-gedə dedim ki, mütləq bitirim, sonra sizlə danışım bunu. Çox maraqlıdır. Heç mən bunu belə tərəflərini bilmirdim. Bunu özlərində bilənlər deyim ki, görüb. Deyim ki, misal üçün o da uşaq vaxtı nəyisə belə bir yanlış eləyibdi. Bugün onun övladı da belə bir yanlış eləyir. Eyni səhv. Eyni səhv, eyni yaş, eyni yer, eyni vəziyyət. Necə dəyişə bilər emosional, yoxsa nə etməlidir? Nə edə bilərik? Bu vəziyyəti necə dəyişmək olar? Bu vəziyyəti. Deyim ki, misal üçün də birin uşaq atası alkoqolikdir, belə də spirtli içkidən istifadə eləyir. Və bu da oğlunda artıq nəsə belə hiss eləyir. Aha. Deməli bu necə olur? Adətən atası içki içən oğullar atasına baxır o vəziyyəti, oradan dərs alır ki, mən atam kimi olmayacağam və içmir. Aha. Amma eləsi də var ki, o zəif xarakterli olduğuna görə o deyir ki, mənim atam içib, mən də içirəm. Burada uşağa nəyisə yönəltmək, çünki o yəni düşüncəsi tamam fərqlidir. Ona nəyisə izah eləmək mümkün deyil. Burada valideyn gərək artıq öz üzərində işləyə. Uşağı gətirməməlidir. Valideyn öz üzərində işləməlidir. Uşağa deməklə yox ki, bax mən içdim, öz həyatımı məhv elədim, sən də içəsən, ona o çatmayacaq. Çünki onun altında o görür ki, ata özünü bu cür aparır. Ona söz ümumiyyətlə, sözün altında hiss yoxdur, o sözün heç bir dəyəri yoxdur. Sən öz övladıva danışmadan belə tərbiyə verə bilərsən. Özünü təkmilləşdirərək və artıq sən bu kodu da biz necə qaldırırıq? Kodu biz xüsusi bir şeylə qaldırmırıq ki. Müəyyən bir əlbəttə ki, praktikalar var, nələrsə var, texnikalar var, amma insan bunu özü də eləyə bilər. Fərqinə varırsan ki, bəli, mənim belə bir zəifliyim var. Etiraf etsən özünə. Mən bunu özümə güc gəlməliyəm. Yəni mənim öz iradəm olmalıdır, düzdürmü? Mən
əgər bu dünyaya gəlmişəmsə, mən o qədər iradəsizəm ki, mən bu işlərlə məşğul olum. Ya bir dənə bu sualın cavabını özünüzə verin də. Yox. Niyə kimsə bacardı, mən bacarmadım? Və narkotikdən niyə qurtula bilmirlər? İradəsizdirlər deyənə, düzdürmü? Amma iradəli insan bir gündə onu əgər qərar verdisə, onu ata bilər, qurtula bilər. Bu da əgər valideyn istəmirsə ki, övlad onun yolu ilə gedirsə və artıq görür ki, övlad onun yolu ilə getməyə başlayırsa, birinci özünü dəyişməlidir. Başa düşməlidir ki, bu səhv məndə var. Özünü artıq uşağın qabağında yəni fərqli aparmağa başlayırsan, içkidən uzaqlaşırsan, özünə onun üçün Allahdan istəyirsən ki, yolunu açıq eləsin, özün üçün şəfa istəyirsən ki, sən yenidən o meylin yaranmasın içkiyə, narkotika. Çünki çox çətindir onlardan tez bir zamanda qurtulmaq, bəli. Onu artıq özündə elədikcə sənin övladına da o şəfa gedir. Çünki sən övladını karmik olaraq bağlısan. Sən energetik olaraq ona çox böyük bir təsir. Bizim valideynlərimiz, adı anam mənlə biraz pis danışanda bütün günüm mənim məhv olur gedir. Yəni biz onları nə qədər onlarla işləsək də, onların bizə çox güclü bir təsiri var. Eyni ilə də uşağı dəyişmək lazım deyil. Ana gəlir, uşağımı dəyişmək istəyirəm. Deyirəm sənə oxşuyub. Sənə oxşuyub. Eyni ilə sənin kodlarında. Sən kodunu dəyiş, onun qisməti dəyişsin. Ya o sənin qismətindən gedəcək, sənə kimi içən olacaq, çəkən olacaq, qumarbaz olacaq, məsəl üçün narkotik satan olacaq, ya da ki sən özünü dəyişirsən və yaxud analar zəifdirlər. Məsəl üçün özgüvənsizdirlər, ailədə sözlərini deyə bilmirlər. Deyirlər mənim qızım özgüvənli. Mən ona hər gün deyirəm ki, özünü əzdirmə, özgüvənli ol, özünü sev, özünə dəyər ver. Nəticə etibarilə nə olur? Əksinə. Qız eyni ilə ananın həyatını yaşayır. Çünki orada altında heç bir emosiya yoxdur. Ana öz dediyi sözə inanmır. Eyni ilə ata da. Ata öz dediyi sözə inanmalıdır. Onun gücü olmalı, inam gücü olmalıdır ki. Bu məsəl üçün mənim oğlum 7 yaşında danışdı da, 6 yaşında. Mənim oğlumda bir dənə özgüvən var. 10 yaşı var, məsəl üçün hələ də biraz nitqində problem var. O uşaq öz şəxsi sərhədlərini elə bilir. 10 yaşında baxmayaraq. Onun otağından girib nəsə icazəsi götürmək olmaz. Onun otağına icazə girmək olmaz. Yəni demirəm, günümüzü qara eləyib, amma onun gözəl sərhədləri var. Mən ona Fərqindədir. Fərqindədir. Deyir, bu mənimdir mama. Burada belədir. Mənim otağıma icazəsiz girməyin, xahiş edirəm. Mədəni şəkildə mənə öz şəxsi sərhədlərini izah eləyir. Niyə? Mən ona oturmuşam bütün günü demişəm ki, ay Nihat, sən özünü sev, özünə dəyər ver. Yox, bunlar hamısı boş söhbətlərdir. Mən ona o gücü vermişəm. Emosional olaraq o məni güclü gördüyü üçün, atasını güclü gördüyü üçün o uşaqda da o artıq formalaşır. O bizi zəif görsəydi, o da zəifin biri olacaqdı. Deyəcəkdi, hə, mən usta danışmıram, məni lağ eləyirlər danışmadığıma görə. Və yaxud da r hərfini deyə bilmir. Hə, amma o onu problem eləmir. Deyir, nə olsun ki? Onlar deyir, özləri bilərlər. Mən deyir, hamıdan yaxşı danışıram. Yəni vəziyyət belədir. Çox təşəkkür edirəm Kəmalə xanım. Mən təşəkkür edirəm. Doğrudan deyirəm sizə ki, baxın, həqiqətən deyir sizə, gedirsən, yenə görsən ki, divara dirəmsən. Həqiqətən bu belədir. İnsanlar bunları düşünür ki, tapdım, çözdüm, getdim. Bir qismini belə çıxır. Bəli. Düşünürəm ki, bu ömrümüzün axırına qədər zaten belə olacaq. Əsas məsələlərin çıxması deyil, əsas onlara yanaşmamız, baxışımız düzgün olmalıdır. Bəli. Bir də onlara ötürdüyümüz enerji, hisslər çox böyük fərqindəlik oldu. Həqiqətən biz sizdən bu tərəfləri heç danışmamışdıq. Öz adımdan, izləyicilərimiz adından təşəkkür edirəm. Mən təşəkkür edirəm. İnşallah növbəti verilişlərdə görüşmək ümidi ilə. İnşallah, çox sağ olun. Sağ olun. Xoş oldu. Sağ olun.